Seyran müəllim, necəsiz? Əli kesin, lad yaxşıyam. Allah şükür. Şikayetim yoktu. Diaspora FM-in dinləyiciləri sizi dinləyəcəklər, sizin səsinizi eşidəcəklər. Xarici ölkələrdə doğulan Azərbaycanlılar, onların vətənə bağlılıqları üçün nə etmək lazımdır? O Sinop Yerleşe'de baktım, çok hoşuma geldi. Hariçte yaşayan uşakların, hariçte doğulan uşakların, doğulup orada yaşayan uşakların vətənə bağlılığı için size qəribə de gelse ben hissedediğimi, duyduğumu diyeceğim de. Deməli, bir də təkrar edirəm, xaricdə doğulan uşaqların vətənə bağlılığı elə bizim öz daxilimizdə doğulan uşaqların vətənə bağlılığından həm də asılıdır. Bu paralel bir proses. Tutaq ki, burada doğulub, burada yaşayan uşaqlar vətənimizi, ölkəmizi, dövlətimizi, bayrağımızı necə sevməyindən asılıdır. O xaricdə doğulub yaşayan uşaqların münasibəti. Yəni körpülər buradan yaradılmalıdır, Seyran müəllim. Bəli, körpülər buradan, o deməkdir. İndi bunu xırdalamağa mən ehtiyac duymadım. Sən yaxşı elədin, dedin, qoy hamıya məlum olsun. Yəni, ocağın başı buradır. Qazan burada qaynayır. Əvvəl işimizi burada qurmalıyıq. Möhkəm qurmalıyıq. Öz torpağımızın, öz evimizin, ovamızın içində. Ondan sonra xaricdə yaşayanlar, nəyə görə deyirəm? Gene deyirəm, onlar bura baxıb düzlənirlər. Vətənə baxıb düzlənirlər. Orada bir komanda var, sağa bax düzlən, ya sola bax düzlən. Belə bir komanda da var, vətənə bax düzlən. Bu, xaricdə doğulan, orada yaşayan, orada büyüyen, orada təhsil alan bizim balalarımıza aittir. Vətənə bax, düzlən. Bu qazanın qaynadığı yerdə, bu hadisələrin mərkəzində biz o işi yaxşı qura bilməsək, xaricdə nə eləsək də bu çətin alınar. Uğurlar var. İndi bizim bu diaspora ilə işləyən komitemiz var. Mən bilən indiki şəraitdə, indiki mühitdə dünyanın biraz qocalmış, biraz ağından seyrək vaxtında bu işi görmək çox çətindir. Amma siz nazirliyi böyük cəhdlər edirsiniz. Siz o proqrama baxanda uşaqların Azərbaycan dilində danışması, xaricdə doğulan Azərbaycanlı uşaqların Azərbaycan dilində danışması sizə necə təsir elədi? Bilirsiniz ki, xaricdə 100-dən çox həftə sonu Azərbaycan məktəbi var. Azərbaycan dövlətinin dəstəyi ilə o məktəblərin əksəriyyəti fəaliyyət göstərir. Diasporun özünün yaratdığı məktəblər də var və Diaspor Komitəsi müxtəlif vəsaitlər verir o məktəblərə. Həm məktəblər haqqında istəyərdik fikirlərinizi eşidək, həm də o uşaqlar Azərbaycan dilində danışanda, onları ana dilində dinləyəndə hansı hissləri keçirdiniz? O 100-dən artıq məktəb, o böyük şeydir və dövlətimizin ona göstərdiyi diqqət, yəqin ki, dərs vəsaitləri, nə bilim, əyani vəsaitləri, vəsair var orada. Bu çox yaxşı bir şeydir. Biz ailədən 7 uşaq olmuşuq. 7 uşaq. Deməli, son 5-imiz mənim balaca qardaşım var. Son 5-i də atamın, anamın son 5-i Qarabağlar demişən, yuva dibisiydi. O, ilk dəfə dil açanda mən elə kövrəlmişdim, elə sevinmişdim. Çünki mən ondan bir 10 yaş böyüydüm də. Belə yadıma gəlir. Bax, o uşaqlar ki, sən danışdırırdın evin içində. İnan ki, onlar dil açanda nəsə, ani olaraq o son 5 qardaşımın dil açmağı yadıma düşdü. Üstə gəl, o vətəndə dil açmışdı. Amma sənin o qəhrəmanların, balaca qəhrəmanların dil açırlar, özə qəribdə dil açırlar. Baxma, qəribçilikdir də. Yəni mən kövrəldim, inanırsınız, hətta bu yaşda mən bilməm, deməyim ki, mən kövrəldim, amma niyə demirəm, kövrəldim, hətta belə gözümə yaş da gəldi. İnsan ömür boyu özünü doğulan gündən hətta ağlı heç nə kəsmir, heç nə bilmir. Bilmir ki, hara gəlib düşüb, bilmir ki, dünyaya gəlib. Amma instinkt olaraq sonra yaşa dolduqsan da ağılla
insan deyilən məxluq ömür boyu ölənə qədər özünü axtarıb tapmaqla məşğul olur. Amma bir var, doğulduğun torpaqda özünü axtarıb tapasan, özünü axtarışa verəsən, necə deyərlər, axtarasan. Bir də var ki, qəriblikdə özünü axtarasan, özünü tapmağa cəhd edəsən. Bunlar mahiyyətcə, namus, qeyrət etibarilə, şərəf etibarilə eyni şey olsa da, amma məişət tərəfdən, həyat tərzi tərəfdən çox müxtəlif şeylər. Bəli, bəli. Seyran müəllim, bir məsələni də soruşmaq istəyirəm. Vətən uzaqda deyil. Bu ifadəni Diasporlar İşi üzrə Dövlət Komitəsi həm bir şüar kimi istifadə edir, həm də komitənin ictimai televiziya ilə ortaq həyata keçirdiyi layihənin adı da, verilişin adı da Vətən uzaqda deyil. Belə adlanır bu veriliş. Bu ifadə sizdə hansı hissləri, hansı duyğuları yaradır? 100 il bundan qabaq qəribçilikdə yaşayan bizim bir vətəndə insanımız üçün vətən çox uzaqdır. Belə, nə bilim, bəlkə o dünya qədər, o dünya deyilən, o dünya qədər uzaqdır. Amma indi laf vətən ən belə o lənk tərpəndiyimiz anda da bir dəqiqəlik məsafə var. İstənilən xarici ölkədə yaşayan Azərbaycanlı üçün vətənə cəmsi bir dəqiqəlik yol var. Söhbət texniki tərəfdən belə əlin varsan, gözün üstünə görün, vətən görükür, ondan getmir, mənəvi tərəfdən gedir. Elə ki, əlin atsan, əlin vətənin üstünə qoya bilərsən. Yəni, sənin ihtiyacın olsa, vətən əlini atıb sənin üstünə qoya bilər. Bir babası kimi. Norveçdən olan Azərbaycanlı uşağa sual verdim ki, sənin yaşıtların səni izləyirlər, Azərbaycanda sənə baxacaqlar. Onlara sözün nədir? Dedi ki, dilinizi sevin. Sizin xaricdəki Azərbaycanlı uşaqlara sözünüz nədir? Belə, o da sənin belə şərti olaraq belə demiyorlar da, o veriliş əsasları. O sənin uşaqların var da, sən təqdim edirdin, onları bildir. Bəli. Onlar hamısı elə Azərbaycan dilini sevən uşaqlardır. Çünki Azərbaycan dilində əməlli başlı danışırdılar. Amma biraz da çox sevməlidirlər. O da bizdən asılıdır. Biz sevdirməliyik. Biz böyüklər sevdirməliyik ki, nəyə görə biraz da çox istəyirəm Azərbaycan dilini sevsin o uşaqlar. Məsələn, orada sənin uşaqlarından biri dedi ki, sən sual verdi ki, vətənin haradır? Bəli, Finlandiya. Dedi ki, Finlandiyada Azərbaycan anamın vətənidir. Azərbaycan dedi, anamın vətənidir, amma özümün vətənim Finlandiyadır. Bəli. Bu əslində xoşuma da gəldi, o belə vicdanlı cavabdır da. Qardaş, burada doğulmusan, bu torpağa ayağın dəyib, buranın suyunu içirsən. Oranın vətəndaşıdır, bəli. Hə, o həm xoşuma gəldi, amma xoşuma gəldiyi qədərdir, öz elə qəşəng uşağıdır. Dedim, ay Allah, bundan Finlandiya, bu niyə Finlandiya, bu özümün olsun da, mənimki olsun, səninki olsun, bax belə. Yəni, onu biraz da gücləndirmək lazımdır. Onu da kim eləməlidir? Biz eləməliyik. Bəli, bəli. Dediyim kimi, körpülər Azərbaycandan qurulmalıdır, əllər Azərbaycandan uzadılmalıdır. Bəli, bəs nə? Buradır, vətən buradır. İnsanı fərq olaraq tənzimləyən dildir. Səni də, məni də, düzdürmü? Əgər fərd olaraq bizi dil tənzimləyirsə, xalqda fərdlərdən ibarət. Demək, bütün xalqı dil tənzimləyir. Və dil həm də istənilən xalqın ən güclü silahı, gün ərzində 24 saat işləyən, yorulmayan silahı dildir. Ona görə də bu çox vacib məsələdir. Burada Azərbaycandan, bu dövlətdən də çox şey asıldı. Onlar da nə lazımdır, nə dəstək lazımdır verirlər. Seyran müəllim, çox sağ olun. Çox təşəkkür eləyirəm fikirlərinizə görə. Minnətdarıq. Sizi dünya Azərbaycanlıları dinləyəcəklər bizim radiomuzdan. Onlar üçün gözəl məsləhətlər verdiniz. Axırda bir söz deyə bilərəm. Bəli, bəli. Bax, o xaricdə yaşayan bizim valideynlər, onların hamısına mənim salamımı, ehtiramımı və bu dediyim sözləri çatdırın. Çox sağ olun Seyran müəllim. Təşəkkür eləyirik.